Salam dostlar. Layihənin qaldığımız yerdən yazmağa davam edirik bu dərsdə. Deməli, layihəmiz ən son harda qalmışdı? Bu bizim orijinal layihəmizdir və biz bu hissəsinə qədər yazmışıq. Burada gördüyünüz kimi bunları yazmışıq. Və indi bizə lazımdır ki, növbəti etapı yazaq. Növbəti etap nədir? Bu etapdır. Deməli, latest work hissəsini, burada mənim menüm var bu şəkildə. Və onun içərisində bu şəkildə şəkilləri var, imajlar var və hover effektləri var və bunu reallaşdıracaq. Və bunu mən sürətlə wireframe-ilə hazırlayıram. Deməli, wireframe-də nə olacaq? Bu hissə ayrıca bir hissə olacaq deyək ki, bu konteynerin içərisində olacaq. Gəlirəm, buraya yazıram, artıq bunları yazdığıma görə bunları bağlaya bilərəm. Bu hissələri bağlayayım. Hansı sectionları bitirmişəmsə. Gəlirəm növbəti sectiona. Burada. Gəlirəm, burada yazıram ki work section start. Və gəlirəm work section end. End deyirəm bura. Və burada gəlirəm klassik bir şeyimi yazıram. Section deyək ki ds work. Və klası da section spacing deyə bir klasında var burada. Bunu da yazdım. Və indi bunun içərisində mən hissələrə ayıracam. Hissələrə ayıracam necə? Deməli, bura bu hissə var. Buranı bu şəkildə böləcəm. Deyəcəm ki, olsun bu konteynerin içərisində, row'un içərisində və bura hələ ki iki hissəyə böləcəyik bunu. Bir dənə konteynerin içərisində iki hissəyə böləcəyik. Burada olsun call 4 plus call 8 olsun. Və ya daha da kiçik yaza bilərik. Bunu artıq call 3, call 9 da yaza bilərik. Call 9 yazdıq. Və bura bir ad verəcəm. Deyəcəm ki, bunu diqqət edirsinizsə, yadınızdadırsa, biz burada section heading deyə bir şey yazmışdıq, yadınızdadırsa. Bunu olduğu kimi götürürəm, çünki bunun xüsusiyyəti mənim üçün zaten lazım olan bir hissədir. Section headingi qoyduq bura. Bunu avtomatik yerləşdirdik bura və bunun təsirinə bir dənə baxaq. Gəldik bura. Baxın, bu artıq bu şəkildə yerləşdi bura. Burada problemim yoxdur. Ondan sonra gəlirəm ikinci hissəyə. Bura deyirəm ki, bura ad verəcəm. Deyəcəm ki, div olsun work now deyə bir ad verəcəm və bunun içərisində UL yazacam. İçərisində lilər yazacam. Neçə dənədir burada? Bir dənə baxın. 1, 2, 3, 4, 5 dənə. Və hər birinin içərisində də A var. Li 5 dənə və hər birinin içərisində də A var. Li vurulsun 5. Li deyək və bunun içərisində A deyək. Və burada bir dənə yazaq ki all deyə bunu yazdıq. Pardon. All bu şəkildə yazdıq. Və bundan biz neçə dənə eləyəcəyik? 5 dənə. All adlarını da qeyd edək. HTML, jQuery, Magento, WordPress deyə. HTML, Magento, HTML, jQuery, Magento, WordPress. Magento, WordPress diye yazdım. Bu şəkildə bir görüntüm olacaq burada. Bu gördüyünüz kimi gəldi bura yerləşmiş oldu. Bunun içərisinə work now-un içərisində bircə dəqiqə row call 4 yox, bura call 3 olmalıydı ki yan-yana gəlsinlər. Və indi mən bunları artıq flex klassları ilə tənzimləyə bilərəm. Deyəcəm ki, buna deyəcəm ki flex end bu çəksin sağa. Birinci yerləşdirəcəm bircə dəqiqə work now-un içərisində flex end, pardon. Bunu bura yazacaq. Flex end'ə bu klassların, utility klasslarıma bir dənə baxın. Bircə dəqiqə yadımdan çıxan varsa. Grid
yox. Flex'dən, flex class'dan da flex end varmı burada? Justify content end, pardon. Bunu yazmalıyam. Gəlirəm bura, deyirəm ki, justify content end olsun. Bunu hətta bura yox, götürüm, bunun içərisinə yazım. Justify content end dedim, gəldi bura. Ondan sonra buna bir dənə class verəcəm. Buna da deyəcəm ki, justify content end yan-yana gəlsin bunlar və bunlar bu şəkildə gəlmiş oldu. İndi yavaş-yavaş bunların içərisində mən elementlərimi düzəldəcəm, elementlərime forma verəcəm. Gələcəm bu TM section'ımın adı nədir? Section açacağım bura, work section deyəcəm buna. Work section, work is CSS və bunu sections'a import edəcəm. Work section dedim. Gəldim, import elədim bura və burada da bu diyezimi yazdım. Work və bunun içərisində sürətlə deməli HTML strukturuna bir dənə baxım. Deməli burada nə var? Work'un içərisində nə var? Work now var. Gəlirəm. Work'un içərisinə gəldim. Work now var burada və work now'un içərisində də UL var. UL'in içərisində li var və li'nin içərisində də A var. Və mən indi bunları formalaşdırmalıyam. Bilirəm ki, text transform, buna uppercase deyirəm sürətlə. Ondan sonra deyirəm ki, font weight olsun bold deyirəm və padding verirəm 10 piksel, 10 piksel deyirəm buna və ya extend edə bilərik. Extend p.p məsələn 10. Bunu extend elədik və gəlib mən bura baxıram. Bir dənə background'a baxacağım. Background. Burada mənim istifadə elədiyim rəng var idi. Bu rəngi götürüm. Hansı rəngdirsə o. Gəldim, bunu götürdüm. Buradan background onun sistemləşdirə biləcəyik. Bunu götürdük və buna bir dənə background verdik. Bu şəkildə background verdik, yerləşdirdik. Buna normal deyək. Çox bol olmasın. Və gəldik burada artıq mənim burada görürsünüz ki, bunların ara məsafələrini verməmişəm. Bir dənə buradan extend edək. Extend m deyək ki, mx 10 deyək buna. Mx 10 desək. Bunların arasında məsafə də açılacaq. Bunu P5 eləyə bilərik. P5 eləyə bilərik. P5 eləyə bilərik və bu şəkildə mən buna verə bilərəm. Və burada indi bunlar bu standart olduğu üçün buna aktiv, pasiv klasslar verə bilərik. Hansında aktivdirsə, hansı elementdə aktivdirsə, onu A-larda deyə bilərik ki, sonradan istifadə edə biləcəyimiz üçün mən sırf bura aktiv və ya pasiv default bir ad verə bilərəm. Default ad verə bilərəm bunlara. Deyə bilərəm ki, class belə deyək də buna aktiv deyə bilərik və gəlib buna deyə bilərəm ki, sırf aktiv klassına bu adı verim. Belə deyək, burada pardon, bu aktiv klası deyə bilərik buna və deyə bilərəm ki, A-nın içərisində, əgər A-nın içərisində mən aktiv klası yazmışamsa, A-ya aktiv klası vermişəmsə, ondan istifadə edə bilərəm. Və bunu bu şəkildə verdim. Bir dənə burada rəng məsələsi var. Rəng məsələsinin olması var. Bunu da mən gəlib burada hələ ki artıq məcburiyyət yarandığı üçün bu bir dənə background color məsələsi var. Gəlirəm bura deyirəm ki, link, aktiv link deyə bilərəm bura. Baxın, aktiv link, deyə bilərəm. Link aktiv, buna bir dənə class yaza bilərəm. Hələ ki, buna deyirəm ki, background olsun bu. Belə bir rəng olsun.
Bunu qoyduq. Və mən bu aktiv klassını, aktiv link klassını gətirib bura verdiyim zaman bu avtomatik olaraq bunu da verəcək. Gördüyümüz kimi burada bir dənə budur və digərlərinə də hover eləyəndə onun backgroundu dəyişməlidir. Yəni baxaq, üzərinə gələndə background dəyişməlidir və gəlirəm bura A-ya, deyirəm ki and hover, deyirəm bura, deyirəm ki background olsun bu və transition'da olsun all.3s is verdim bura. Və bunu verdiyim zaman artıq mənim buradakı görüntüm burada bu şəkildə olmuş olur. Yəni mənim bu hissəm bitmiş oldu, amma burada diqqətinizi çəkən bir şey oldusa əgər, buradakı simmetriya, baxın latest work ilə bunların arasındakı simmetriya bizdə yoxdur. Baxın, bura baxın. Deməli, bu hissədə, baxın, ortaya gəlmək yoxdur. İndi mən bunu ortaya gətirmək üçün nə etməliyəm? Gəlib analiz eləyəcəm ki, mən bunu ortaya gətirmək üçün flexdən necə istifadə edeyim? Ona bir dənə baxacağım. Yəni ki, align center eləyəcəm də nəyi align center eləyəcəm? Ona baxmağım lazım. Bunu ən rahat eləyə bilmək üçün, analiz eləyə bilmək üçün gəlirəm mən bu elementlərimin yerləşdiyi hissəyə baxıram. Bu belə bir şey verib. Ondan sonra burada var. Baxın, bu row'un içərisindədir. Ondan sonra bu koldur. Eləmi? Bu kola baxıram. Bir də bu kola baxıram. Bu da kolun içərisində. Diqqət edin. Mən bu kolun içərisində, kol 9'un içərisində bura baxıram. Bu work nav'ı align eləsəm, yəni ki, mən burada align klası yazmışammı? Səhv eləmirəmsə yazmışam. Align klası yazmamışamsa onu yazaq. Align item center. Bax, bunu da yazmışam. Bu klası gətirirəm. Tətbiq edirəm. Hara? Burada, bunun içərisinə. Kol 9 buna tətbiq edirəm. Nəyin içərisinə tətbiq edirəm? Bircə dəqiqə. Bunun içərisinə kol 9'a tətbiq eləyəcəm. Deyəcəm ki, flex və align item center. Gələcəm, deyəcəm ki, flex align item center olsun. Bunu elədiyim zaman və bir də justify content end yazacağım buna təbii ki. Justify content end. Bunu da yazacağım ki, bu da sağa çəkilmiş olsun. Burada gördüyünüz kimi artıq ortalanmış oldu. Yəni simmetrik şəkildə ortalanmış oldu. Mənim problemim qalmadı. Bunu da həll elədik. İndi gedirik növbəti hissəyə, növbəti hissəni yazmağa və buranın analiz edirik. Deməli, burada mən nədən istifadə edəcəm? Burada bir dənə container full var. Və onun içərisində bu şəkildə bölmələr var. Mən burada griddən istifadə edəcəm. Grid texnologiyasından istifadə edəcəm. Artıq bu konteynerimin bu rowu bitdi və bu konteynerim də bitdi. İkinci bir konteyner açıram. Amma bu dəfə konteyner full açıram. Niyə? Çünki oradakı hissə bütün ekranı tutur. Container full və row və bura call 12 deyəcəm. Deyəcəm ki, div call 12 və bunun içərisində yazacağım, deyəcəm ki, work items. Work items deyəcəm. Items və bunun içərisində də div work item deyə bir element yaradacağım. Neçə dənə yaradacağım? Deyək ki, baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə yaradılacaq. Və bundan mən kopyalayayım 8 dənə. 8 dənə kopyaladım və bunu artıq mən grid texnologiyasından formalaşdıracağım work item'i. Works item'i. Gələcəm bura. Bu nəyin içərisindədir? Deməli, ümumi mənim work'ün içərisindədir. Gəlirəm bura, work now getdi. Gəlirəm work items. Buna deyəcəm ki, display grid. Grid template columns repeat olsun 4 bir efer və gap yoxdur, gap sıfırdır, aralarında məsafə yoxdur və bunun içərisində də work item var. Pardon, item və bunu burada yazacağım. İndi başlayıram birinci bunun
qərar verirəm ki, mən burada buna background şəklini verim, yoxsa nə verim? İndi bunun strukturunu baxacağam. Burada deməli, əgər mən hover-la işləyəcəmsə, birinci hover-da mənim nələrim var, onu baxacağam. Elə bil ki, buna standart bir burada şəkil yerləşdirə bilərəm. Şəkil, ondan sonra bu iki dənə də element var. Şəkil və ondan sonra üzərində o çərçivə. Birinci şəkli və o böyümə işini həll edirik, sonradan o bir hissələri də həll edərik. Deməli, mən burada birinci şəklimi yerləşdirəcəm. Bir dənə şəklimə baxın. Bir dənə şəkil nümunəsi götürəcəm. Və burada şəkil var. Bunu olduğu kimi elə şəkil olaraq götürəcəm burada. Deməli, mənim work itemin içərisində bir dənə şəklim var. Bunu hətta belə də eləyə bilərsiniz. Work item image ola bilsin. Bunu yerləşdirdik. Bura image klası ilə yerləşdirdik. Ondan sonra bura div deyə bilərik. Work item overlay deyə bilərik. Overlay deyə bilərik. Hətta bunu overlay ilə yox, after before ilə də eləmək olar. Amma görə bilməyiniz üçün overlay ilə eləyəcəm bunu. Ondan sonra deyək ki, div item, div work item, ondan sonra burada verək frame, o sarı çərçivənin ola bilməsi üçün bir dənə frame verirəm. Sonra başqa nə var burada? Bir dənə baxsaq əgər, başqa hər hansı bir elementimiz varmı burada? Bir də bunun içərisində, frame'in içərisində, frame ilə bir yerdə istifadə olunan, bir də bunun içərisində nə var? Text var. Dedim ki, buna da h üstüyə bir dənə də text yazdıq. Work item name deyirəm buna da. Bu şəkildə yazdıq. İndi bunlar mənim standart xüsusiyyətlərimdir. Gəlirəm bura. Bunları yerləşdirim ki, burada görünsün hamısı. Birbaşa bütün işlərimizi sürətlə burada görək. Yapışdırdım bunu bura. Və bu şəkildə bütün elementlərim burada göründü. Works item overlay. Bircə dəqiqə. Düzgün yerləşdirmədim. Üzrü sayın. Deməli, bunu kopyaladım. Buradan works item'dan gəldim bura. Buna gəldim. Və burada kopyalamada məndə nəsə problem oldu. Ona önəmli deyil. Gəldim, bunu da yerləşdirdim bura. Gördüyünüz kimi. Və bunu da yerləşdirdim bura. Və nəticə etibarilə baxıram. Çox belə maraqlı bir görüntüm yaranacaq. Təbii ki, bunları birinci başlayacağım. Və standart olaraq mən, standart olaraq resetdə belə bir şey eləyəcəm. Default olaraq bütün imajlara 100% ölçü verəcəm. Yəni, bu mənim işimi asanlaşdırmaq üçündür ki, hansı nəyin içərisindədirsə, onun 100%-ni tutsun. 100%-ni tutsun deyə belə bir görüntü verdim bura. İndi mənə lazımdır ki, bunların üzərində o frame'ləri və s. və s. Birinci bunların yerləşmə, yəni positioningini eləməliyəm. İndi gəlirəm bura, bunu bağlayayım, bunları da bağlayayım bircə dəqiqə, style, CSS və s. və s. Bunları da bağladıq. İndi gəlirəm work CSS-ə, work itemin içərisində. Work itemin içərisində hansı klasslar olmalıdır? Deməli, work item image. Bunları səliqəli şəkildə yazıram ki, sonradan istifadə eləməsəm belə, mən bunu yazma alışqanlığı edirəm özümdəki. Sonradan baxanda rahatlıqla analiz edə bilim o hissəni. Yəni, nə qədər çox kod olsa da bir o qədər, yəni ki, əslində problem yaratmır. Sistemli yazıldıqdan sonra mənim CSS-im hər hansı bir və ya SAS-ım hər hansı bir problem yaranmır. Bunları yazdım. Artıq bunun üzərində işləyəcəm. Deməli, birinci mən nə etməliyəm? Burada work item'da birinci position olmalıdır relative. Çünki burada müəyyən positioningləri eləyəcəm. Və bunların üçündə də position olmalıdır. Baxın. Bunların üçündə də positiona verəcəm absolute. Niyə? Çünki bunlar üst-üstə yerləşəcək. Position absolute.
Ondan sonra bir de burada z indekslərini tənzimləyəcəm burada. Deməli, bu z indeks 1, bu z indeks 2, z indeks 2. Ondan sonra bu da z indeks 3. Səviyyəni müəyyən elədim. Z indeks 3 elədim. İndi yavaş-yavaş bunlara forma verəcəm. Deməli, gələcəm overlay-ə. Overlay-ə yaratmaq üçün də mən nə edəcəm? Buna deyəcəm ki, width olsun 100%. Və bura hər ehtimala gələcəm, deyəcəm ki, width 100% və bir dənə də height verməliyəm bura. Sabit hündürlük verməliyəm ki, buradakı sabit hündürlüyü verim. Buradakı sabit hündürlük nə qədərdir? Bunu ölçək bir dənə zəhmət olmasa. Hardasa 400, bircə dəqiqə, 480. 480 bir hündürlüyümüz var. 480 piksel dedik. Bunu yerləşdirdik və ondan sonra overlay-a deyirəm ki, overlay width 100% olsun, height də 100% olsun. Nəyin ölçüsünü götürsün? Work item'ın ölçüsünü götürsün. Ondan sonra deyəcəm ki, background olsun, RGBA ilə verəcəm. RGBA və bura bir dənə deyəcəm ki, 0, 0, 0 və 0. 0.5 verəcəm belə. Belə bir background verdim və burada görünən nədir? Mənim artıq şəkillərimin üstündə bir overlay'im də var. Burada necə olmalıdır? Bu overlay əslində hal-hazırda bu 255 olsun. A olmalıdır. 255. Bunları verirəm ki, birinci o görüntünü, yəni ən son görüntünü mən görüm. Bunu yerləşdirdik. Bu getdi. Overlay'i bu şəkildə hazırladım. Ağ bir rəng var. Ondan sonra frame'i tənzimləyəcəm. Frame'i tənzimləyəndə deyəcəm ki, width olsun 80%. Baxın. Width olsun 80%. Height olsun 80%. 80%. Və ondan sonra deyəcəm ki, border verəcəm buna bir dənə. Border 5 piksel, solid. Bir dənə də o rəngimi götürüm. Rəng haradaydı burada? Mən də bu rəngi götürüm. Bunu verdik. Bu şəkildə verdik. Belə yerləşdirdik. Belə bir görüntü oldu. İndi mən bunu hər ehtimala bunu daha rahat görə bilmək üçün buna bir dənə border əlavə edeyim. Border 1 piksel, solid, red əlavə edeyim ki, o çərçivəni görə bilək. Deməli, mən bunu ortaya gətirməliyəm. Bunun üçün ortaya gətirməliyəm. Bunun üçün ortaya gətirmək üçün mən positiondan istifadə edə bilərəm. Nə bilim, şeydən istifadə edə bilərəm. Ölçüləndirmədən istifadə edə bilərəm və s. və s. Burada belə də istifadə edə bilərəm. Necə? Gəlirəm buna, deyirəm ki, məsələn, positiondan deyirəm ki, top olsun, məsələn, əgər 20% isə 10%, left də 10%. Bu şəkildə versəm, bu avtomatik olaraq mənim üçün ortaya gələcək. Bu birinci üsul. Bunu translate ilə də eləyə bilərdim. Transform translate ilə də eləyib bu şəkildə ortaya gətirə bilərdim. Ondan sonra bu harda olmalıdır? Bu ortada olmalıdır. Yazı ortada olmalıdır. Və bunun içərisində nədir məndə? H3'dür. Buna deyirəm ki, extend edirəm buna. Buradan extend eləyəcəm. Deyəcəm ki, flex klassını extend elə. Ondan sonra extend elə. Bir neçə fərqli şeydə yazıram ki, align items center edirəm və extend edirəm nəyi? Bunu HTML-də də yaza bilərdim. Yəqin ki, bunu edirsiniz. Diqqətinizi çəkir. Justify content center edirəm. Bunu yerləşdirdik. Bu mənim elementimdir. Bu gəldi ortaya yerləşdi. Bir dənə burada H3'ə bir dənə forma da verək. H3 deyək ki, text transform uppercase edirəm. Font weight deyirəm normal olsun.
Bu şəkildə mən bunu formalaşdıra bildim. Gəldim, belə bir görüntü də var. Buna bold deyək, bu şey olmalı, bold oldu və bunun rəngi nə olmalıdır? Rəngi də belə olmalıdır. Bu son halı belə. Bir dənə nə qaldı? Burada ikonun gəlməsi. Bu ikonu da elə bunun özündə də yəqin ki, ikonun şəkli var. Bir dənə baxaq. İkonun şəklini götürsək. Yəni, normalde bu custom ikon şəkli verə bilmək üçün, bircə dəqiqə bir dənə baxaq. Onun şəklini götürmək istəyirəm. Hardadır o? Bizim elementimiz. Bircə dəqiqə açılsın. Gəldim bura. Buna baxdıq. Burada bizim ikonun şəkli yəqin ki, buralarda bir yerdədir. Kursorda olmalıdır. Kursor. Hardadır bu kursor? Kursor pointerdir. Burada bir dənə baxaq. Kursor buralarda bir yerde olmalıydı. Custom kursor verebilmek için. Hardadır. Yəni, baxaq, bunun şəklini, kursorun şəklini götürebilmek istəyirəm. Bu yəqin ki, A-nın üzərində olacaq. Bir dənə baxaq. Bir dəqiqə, gəldik bura. Neydi? Bir dənə onu tapa bilsək şəklini. Kursor. Baxaq görək, bu class hardadır? Bu class neyin içərisində var? Baxaq. Bunu axtaraq, burada da yoxdur. Kursor. Bircə dəqiqə. O hardadır? VIP yox. Interyerdə yox. Bunun içərisində ola bilər. Pick caption verirlər. Onlardan istifadə ediblər. Figur, portfolio. Yəqin ki, buradadır onun klası. Bircə dəqiqə bir dənə baxaq. Bunun içərisində bir yerdə olmalıdır onun ikonkası. Kursor. Bircə dəqiqə buna bir dənə tapmağa çalışım mən. Bircə dəqiqə baxaq. Bu hissəyə. Və ümumən buradan baxaq. Kursor var mı? Kursor. Burada niyə çıxmadı bu? Deyək ki, pointer. Pointer yazmalıdır. Haradasa burada bir yerdə bunu verməlidir mənə. O şəkli, orijinal şəkli götürmək istəyirəm ki, illa ki, birazdan qabağımıza çıxacaq. Bir dəqiqə. Bunun içərisində sources'dan baxa bilərik. Page'də, bunun içərisində, indeksin içərisində yox. Bunu birazdan bu hover'ları həll edək, sonradan bunu göstərə bilərik. Yəni, bir dənə sadəcə kursoru dəyişdirəcək. İndi mənə nə lazımdır? Baxın, birinci burada bu frame görünməməlidir. Ondan sonra bunun içərisində overlay görünməməlidir. Bunlar hover olanda yerləşməlidir. Ona görə gəlirəm bura. Deyirəm ki, burada. Birinci mən buna nə vermişəm? Bunu 0 edeyim. Bu görünməsin. Okey. Ondan sonra bunun da opacity'sini 0 edeyim. Opacity 0. Elədim. Bu image-də son eləyəcək. Mən də hal-hazırda görüntümdə necədir? Buradan. Deməli, gəldi ilahiyyəmə. Baxın, məndə bunlar görünmür. Yəni, bunun üzərinə, nəyin üzərinə gələndə, bunun üzərinə hover eləyəndə, yəni, work item'ın üzərinə hover eləyəndə bunlar görünməlidir. Nə olmalıdır? Deməli, gəlirəm bura, deyirəm ki, buna hover eləyəndə zəhmət olmasa nə olsun? İndi bunların üçünün də xüsusiyyətləri dəyişəcək. Deyəcəm ki, bunlara hover eləyəndə bunlar dəyişsin. Nə olsun? Məsələn, bu hələ ki bu qalsın. Bu olsun 5.
Bu olsun 1 və bir də burada təbii ki, bura transition yazacaq. Transition yazmışam bura? Xeyr, yazmamışam. Gəlin bir dənə bura transition yazım. Deyim ki, all.4s is deyə bir kod yazacağım. Və indi gəlirəm, baxıram ki, gördüyünüz kimi bu şəkildə bunlar verildi mənə. Və bunun üzərinə gələndə bu dəyişikliklər yaranmış oldu. Transition niyə işləmədi? Bir dənə ona baxın. Transition all is işləmədi. Niyə işləmədi? Bircə dəqiqə. Burada hover edəndə bunlara ehtiyac yoxdur. Hansıları dəyişdirəcəmsə onlar qalacaq. Ondan sonra buna ehtiyac yoxdur. Buna ehtiyac yoxdur. Yəni hansı elementlərə ehtiyacım yoxdursa onları silirəm. Buna da ehtiyac yoxdur. Buna da ehtiyac yoxdur. Və bunu bu şəkildə yazıram. Transition'ın işləməmə səbəbinə baxaq gərək. Niyə işləmədi? Transition düz yazmadığım məsələ varmı burada? Transition'da bir dənə bunu belə yazacaq. Deyəcək ki, bunlar transition'ın işləmə səbəbi bircə dəqiqə düz olmaması. Harada work item'da pardon, bunu niyə düz yazmamışam? Çünki bunlar bunun içərisində olmalıdır. Hər birində olmalıdır. Çünki dəyişənlər bunlardır. Yəni ki, üzərində effekt olanlar bunlardır. Transition'ları yazdıq və bunun içərisində bu şəkildə belə bir görüntü oldu. Hətta bunu daha qısaltmaq üçün də belə eləyə bilərik. Bunu transition olu mən əgər hamıya tətbiq eləmək istəyirəmsə, onda belə eləyəcəm. Deyəcəm ki, ulduz, yəni transition work item'in içərisindəki hamısının transitionu bu şəkildə olsun. Yəni bu sırf work item'in içərisindəki elementlər üçün keçərli olacaq. Bu şəkildə gördüyünüz kimi bunu verdik. Və ondan sonra bir dənə də nə var? Şəkil böyüməlidir. Şəkil böyüməlidir və şəkli böyütmək üçün də təbii ki olaraq mən nə edəcəm? Gələcəm bura, deyəcəm ki transform scale nə qədər? Deyək ki 1.4 qədər. Bunu scale elədik. Bu böyüdü. Amma gördüyünüz kimi çərçivədən kənara çıxdı. Çərçivədən kənara çıxmasını da qarşısına almaq üçün nə edirik biz? Gərik work item'a deyirik ki overflow hidden. Pardon. Overflow hidden elədik və bu şəkildə artıq şəkillərim də bu şəkildə böyüyür. Yəni orijinal layihəyə baxsaq, bu şəkildə mənim görüntüm yaranmış olacaq. Gördüyünüz kimi. İndi şəkilləri dəyişdirsəz, bu da effekt ola bilər. İndi bir dənə qaldı bu ikonun kursorunu tapmaq, custom kursor vermək. Onun şəklini bir dənə mənim tapmağım lazımdır burada. Bir dənə onu da eləsək, bu hissə ilə işimiz yekunlaşır. Kursor. Bu hardadır? Div class image-də. Baxaq görək. Hardadır? Kursor. Bu kursor nəyin üstündədir? Bunun üzərindədir. Kursor buradadır. Gallery item overflow hidden'dir. Transition budur. Bir dənə burada gridli. Kursor klasını, kursor çeyini tapmağım lazımdır burada. Niyə tapa bilmirəm burada? Bu kursor nəyin üzərindədir? Bəlkə də bunun içərisindədir. Bir dənə baxaq. Image yox. Image üzərində yox. Bunun üzərində olacaq. Kursor pointer olmalıdır burada. Mən əslində onu daha əvvəl eləmişdim də. Bircə dəqiqə onu mən burada bir yerdə olmalıydı o. Features'da. Baxaq. Bu belə bir kursor idi. Cloudflare'də yox. Bircə dəqiqə. Deməli, bunun özündə olanı bir dənə tapaq, yerləşdirək. Hardadır o? Hardadır? Pop-up, figurda, figurun üzərində ola bilərmi? Hara yazdıqlarını tapmaq lazım ki, mənə imini o şəkil özü lazımdır.
şəkil lazımdır. Background yox. Div image. Bir dənə baxaq bunun xüsusiyyətinə. Tab content. Tab item. Masonry. Portfolio filter. Baxaq görək. Burada olmalı. Səhv eləmirəmsə. Bir baxaq. Haradadır bunun kursoru? Sorry. İndi kursorunun şeyini tapa bilmədim. Burada şəklini tapa bilmədim. Onu hardan tapma olar? Bircə dəqiqə. Kursor. Ctrl R. Bircə dəqiqə. Bunu gələk buna. Ctrl V. Ctrl Z yox. Deməli. Ctrl Y ilə bir dənə qaydaq. Ctrl Z. Burada nə idi bunun şeyi? Bir dənə baxaq ona. Mən burada tapmışdım onu da. Haradaydı bu? Bir dəqiqə. Pointer şeyini axtarsaq. Bir dəqiqə. Bir dənə bura baxaq. Pointer haradadır burada? Portfolio, mason items grid. Burada kursor, bunun içərisində portfolio filter burada deyil. Burada da yoxdur. Yəni, bunun içərisində olacaq yəqin ki, kursor. Yəni, mən indi bunu tapa bilmədim. Başqa bir dənə şəkildən istifadə edə bilərik. Gedək bizə lazımdır bir dənə deyək ki, kursor image götürək. Hər hansı bir yerdən kursor image götürüb onu tətbiq edə bilərik. Bunu da necə tətbiq edə bilərsiniz? Məsələn, mən hara vermək istəyirəm? Deyək ki, vermək istəyirəm bura. Bir xüsusiyyət vermək istəyirəm məsələn. Work item'a kursor effekti vermək istəyirəm. Gəlirəm bura sadəcə yazacağım ki, kursor və buna bir dənə şəkil yerləşdirəcəm. Hansı şəkli istəyirəmsə bir dənə ikonika götürək. Kursor ikonu götürək. Bu kursor ikonunu mən buradan şəklini götürə bilərəmmi? Bircə dəqiqə. Belə deyək. Kursor ikonlardan baxsaq. Bu şəklin özünü götürə bilsəm bari. Burada necə ki, mən bunun kursorun yerinə şey qoya bilərəm. Məsələn, pointer yox. Deyək ki, mən normalda pointerdir. Eləmi? Və ya bunun başqa kursorda başqa xüsusiyyətlər var. Məsələn, deyək ki, cover size və s. Bunun əvəzinə əgər mən xüsusi şəkil yerləşdirmək istəyirəmsə, bunun sintaksını mən deyim, siz özünüz tətbiq edin. Bura URL-i yazıram. Məsələn, hər hansı bir şəklin URL-ini gedək bir dənə internetdən məsələn, bunun URL-ini götürək. Şəklin URL-ini gəldik bura. Bircə dəqiqə. Şəklin URL-ini götürdük. Bircə dəqiqə. Open image in new tab. Gedək bunu götürək. Məsələn, mən bunun şəklini bura yerləşdirmək istəyirəm. Gəlirəm bura, bunun URL-ini daxil edirəm bura və vergül qoyub pointer və ya auto yazıram ki, bu orada şəkil olaraq görünsün. İndi gəlirəm layihəmə. Bu mənim layihəmdə. Haradaydı bizim layihəmiz? Burada mən bunu qoyuram. Pardon. Bircə dəqiqə. Bu bizim layihəmizdir. Bunu götürdük. Bunu da götürdük. Baxın, yəni bunun üzərinə gələndə mən bu şəkli yerləşdirə bilərəm. Amma şəklin də ölçüləri, yəni formatı SVG və ya PNG olmalıdır ki, mən bunları yerləşdirə bilim. İndi bu şəkildə gələk bir iki dənə sadəcə şəkillərin özünü dəyişdirək. Bircə dəqiqə. Mən şəklin bir dənə şəkli dəyişdirim. Buradan bunu götürüm. Burada fərqli bir görüntü olsun deyə ikinci elementdə fərqli bir şəkil yerləşdirim və ona görə də biz bu işimizi yekunlaşdıra bilərik.
Bunu qoyduq və bu şəkildə artıq məndə görüntü yaranmış olacaq. Burada deməli mənim layihəmdə burada mən bunu yerləşdirə bilərəm. Və gəlib burada baxıram ki, mən burada necə eləyə bilərəm bunu. Belə bir görüntüm var. Burada gördüyünüz kimi burada fərqli bir artıq şəkillər dəyişəndə bu effekt alına bilir. Mənə lazım olmayanları artıq silə bilərəm. Buradan work itemin içərisindən mən work itemdəki bunu silim. Bunu silim. Və hər ehtimala bura olur. Hidden box sizingdə border box da verirəm ki, ola biləcək əlavələrin mənim üçün problemi olmasın. Və burada indi bir dənə diqqət edirsə, bunların arasında bir üzərinə gələndə bir şey yaranır, ölçüləndirmə problemi yaranır. O da nədən qaynaqlanır? Bizim burada yerləşdirdiyimiz şəkillərin xüsusiyyətindən yaranır və burada əlavə bizim hardasa border vermişiksə əgər, buna da box sizing border box deyirəm ki, bu o verdiyim mənim ölçümü böyütməsin. Bu şəkildə mən verdim və buradakı yaranan, xüsusilə hoverda yaranır, görürsünüz ki, bunu analiz eləmək lazımdır ki, bu hardan yaranır, nədən yaranır? Yəni bu aradakı boşluq, gəlib bir dənə baxıram ki, bura, gəlin baxıram, normalda belədir, eləmi? Amma üzərinə gələndə bu şəklin, görürsünüz ki, şəkillər bəzən bura yerləşdirdiyimiz şəkil ölçüləndirmədə biraz problem yarada bilir. Yəni şəkillərin sabit ölçüsü problem yarada bilir. Onların artıq hansı şəkli yerləşdirəcəksə ona görə konkret ölçülər vermək daha yaxşı olar. Belə, indi bu hissəni də biz yekunlaşdırdığımıza görə biz gedirik indi layihəmizə baxırıq ki, bizim layihəmizdə növbəti etaplarda nə var? Növbəti etaplarda nə var? Və bu layihənin bitirilməsi üçün bizim neçə hissəyə ehtiyacımız olacaq? Gəldik bura. İndi bu hissə var. Bu hissə var. Bu bəsit bir hissədir. Ondan sonra bu hissə maraqlı bir hissədir. Yəni bunları elə bir ki yaratmaq. Bundan sonraki hissələr görürsünüz ki, çox standart hissələrdir əslində. Çox standart hissələrdir və fərqli olan hər hansı bir şey yoxdur. Bunları indi növbəti dərsdə bunları yekunlaşdıracaq, bitirəcək hamısını tamamən bu alt sətrə qədər yekunlaşdıracaq və ondan sonra növbəti dərsdə isə, bundan sonraki bir neçə dərs sonra, 2 dərs sonra isə bizim əsas məqsədimiz olacaq ki, yazdığımız SAS-ın fayllarını necə optimallaşdıra bilərik. Yəni ki, necə ki, common classlara çıxarmaq və variable'lara çıxarmağı da orada eləyəcək. Belə, bugünlük bu qədər, növbəti dərs